Milli yaddaş daha çox xalqların sevincli, fərəhli günləri nə yox, xalqların daha çox əzablı, əziyyətli günləri əsasında formalaşır. Modern dövlət 16-cı əsrdən etibarən yaranmaya başladı. Etnik kimlikle vatandaşlık kimliği baş başa mı gidiyor yoksa vatandaşlık kimliğinin altında mı etnik kimlik gidiyor? Buna nail olmuşuq və hamıya da dediyimiz, başqalarına da dediyimiz məsələnin ibarət ki, başqası işğalçıdır. Əgər kimsə sizi işğal edirsə, bundan heç vaxt barışmayın. 40 milyon Azərbaycanlı var İranda. Bəs onlar bu kimliyin harasında yer alırlar? Türklərə soruşulan ki, milli kimlik inşasının formalaşmasındakı ən önəmli deyək ki, hadisələr nədir? İki dənə məsələn hadisə. Fatihin İstanbulu fəth etməsi, bir də Atatürkün İstiqlal müharibəsindəki zəfəri və onun davamı. Adətən qəmgin hadisələrə sadiqlik daha ciddidir və daha emosional bağlılıq var. Nəinki hansısa pozitiv hadisələrimizə. Salam dostlar, xoş gördük. Bugün biz daha sərbəst proqramımızda milli kimlik mövzusunu müzakirə edəcəyik. Daha doğrusu başlığımız belədir ki, yenən və yenilənən milli kimlik. Bu da bizim zəfərimizlə bağlıdır. Zəfərimizdən sonra, Qarabağ zəfərindən sonra Azərbaycanlı kimliyində müəyyən yenilənmə izləri müşahidə olunur və bu müxtəlif müəlliflər tərəfindən dilə gətirilir. Ən yüksək səviyyədə də, publisistik yazılarda da. Ümumiyyətlə, bu milli kimlik məsələsi Azərbaycanda uzun müddət belə deyək də, danışılması, yazılması qadağan olunan bir məsələ olur. Məsələn, mənim xatırladığım müəlliflər arasında Əli bəy Hüseynzadədən sonra bu mövzuya kitab həsr eləmiş, bu mövzuya məqalə, ciddi bir yazı həsr eləmiş bir müəllifi xatırlaya bilmirəm. Amma indi ki, bu artıq Azərbaycan müstəqil azad dövlətdir. Ona görə biz bu məsələləri çox belə deyək, rahat şəkildə müzakirə eləmək bizim bəlkə də borcumuzdur. Mən ona görə bu məsələnin müzakirəsinə istəyirəm bir ənənəvi yanaşmadan başlayaq ki, indiki dövrümüzün yanaşmasına rahat gəlib çıxa bilək. Ənənəvi yanaşma bu idi ki, milli kimlik məsələsində mütləq mərkəzi bir etnik kimlik olmalı idi ki, cəmiyyətin, dövlətin mövcudluğu zəmanət altında olsun. Yəni, dövlətin, cəmiyyətin məsuliyyətini daşıyan, öz üzərinə götürən bir etnik kökənə söykənən mərkəzi bir kimlik olmalı idi. Milli kimlik deyəndə bu başa düşülürdü. Və bu mərkəzi milli kimlikdə əsaslanırdı say çoxluğuna. Yəni, hansı ölkədəki etnik kökənlilərin, hansı etnik kökənin sayı çox idisə, daha çox məsuliyyət onun üzərinə düşürdü, hər hansı bir məsuliyyət. Və mərkəzə də o kimlik qoyulurdu, o millətin, o xalqın kimliyi qoyulurdu və bu da milli dövlətlər dönəmində baş vermiş bir hadisədir. Çünki Avropa dövlətləri xristiyan kimliyindən imtina eləyib milli dövlətləri quranda buna söykəndilər, milli etnik kökənə söykəndilər və bu milli dövlətin kökəni milli mərkəzi kimliyi. Bax, buradan başlayaq. O mərkəzi etnik kökənə söykənən mərkəzi milli kimlik, bu bunun ənənəvi halı idi. İndi bu məsələ dünyada necə müzakirə olunur? Yəni, mütləqdirmi ki, dediyimiz o kimlik etnik kökənə söykənsin, əsasa söykənsin? Məncə, burada bir məsələyə diqqət eləmək lazımdır ki, sizin dediklərinizdə hardasa həqiqət payı var, amma indi Orxan müəllim bu məsələlərin daha ciddi tədqiqatçısı olduğuna görə o daha yaxşı bilir. Məsələ orasındadır ki, millətçilik anlayışının, yəni milli identikliyə yanaşma anlayışının müxtəlif nəzəriyyələri var da. Bu nəzəriyyələr, məsələn, deyək ki, primordialist nəzəriyyə, perennialist nəzəriyyə, konstruktivist nəzəriyyə və yaxud da deyək ki, burada söhbət nədən gedir? Sizin dediyiniz həqiqətən doğrudur ki, bir çox hallarda milli identiklik, milli kimlik məsələsi bəzən dominant millətlər üzərində olub bir çox ölkələrdə. Amma bu heç də həmişə belə olmayıb. Nəyə görə belə olmayıb? Çünki əgər konstruksiyaya baxanda biz nəyi görürük də? Biz görürük ki, bu sahədə yazan müəlliflərin bir çoxu nəzərə alıblar ki, burada təkcə vahid, dominant, üstünlük təşkil edən və yaxud da sizin də dediyiniz kimi sayca çox olan millətdən də fərqli olan başqa bir yanaşma var. Məsələn, bizim gözümüzün qarşısında Kanada, Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya və s. kimi ölkələr var ki, orada milli identiklik məsələsi heç də dominant millətdən qaynaqlanmır. Düzdür, biz deyə bilmərik ki, orada dominant millət yoxdur. Amma
milli identikliyin kökündə dominant millət anlayışı dayanmayıb. Burada daha çox bu elə bir institusional konstruksiyadır ki, burada daha çox vətəndaşlıq anlayışı ön planda olub. İnsanların bir əraziyə, bir instituta, bir təsisata, bir dövlətə bağlılığı əsas olubdur. Bundan amma bu sadəcə belə deyək də və bu xüsusilə ona təsir edib ki, bu uzun müddət ərzində, yəni bizim bildiyimiz artıq akademik təfəkkürün və yaxud da həmin milli identitetlə bağlı belə deyək də yazıların ortalığa çıxması, akademik yazıların ortalığa çıxması baş verən dövrdə bu cür dövlətlər dominant dövlətlər idilər. Və bir çoxları da ona doğru can atmağa çalışırdılar ki, əsasda etnik dominantlıqdan daha çox vətəndaşlıq ideyası daha qlobal olsun. Və bu da akademik təfəkkürdə daha çox özünü biruzə verməyə başlayıb. Sizin dediyiniz tamamilə doğrudur ki, Avropa ölkələri bu istiqamətdə inkişaf ediblər. Çünki Avropa ölkələrinin bir çoxunda bu var. Amma biz digər ölkələrə baxanda, məsələn, dünyada elə ölkələr var ki, hətta bunun mən çox yaxşı bir misalını deyim sizə. Məsələn, dünyada çox mədəniyyətli ölçməyin müxtəlif göstəricilər var, indikatorları var. Bu indikatorlardan birinə görə, buna Hirsch indeksi əsasında ölçülən indikatordur. Deyirlər ki, məsələn, siz təsadüfi olaraq küçədə gördüyünüz iki adamı götürürsünüz. O iki adamdan hər biri ayrı-ayrı etnosa mənsubdursa, etnik qrupa mənsubdursa, etnos deməyək də, etnik qrupa mənsubdursa, bu dünyada ən çox millətli dövlət deməkdir. Və belə dövlətlər dünyada doğrudan da mövcuddur. Yəni orada bir dominant millətin olmasına ehtiyac yoxdur. Və yaxud da elə dövlətlər var ki, o dövlətlərdə həqiqətən say çoxluğu ilə dominant etnik qrup var, amma onlar heç də rəhbərlikdə deyillər. Yəni ölkənin elitasını təşkil eləmirlər. Nə intellektual elitasını, nə hakimiyyət elitasını təmsil eləmirlər. Və bunun da çox bariz nümunəsini biz məsələn Ruandada görmüş oluruq ki, bunun nəticəsində çox ciddi bir soyqırım hadisəsi baş verib. Belə hallar mövcuddur. Amma ümumilikdə milli identiklik konstruktiv olaraq nəyi formalaşdırır? Bunun çox müxtəlif yanaşmaları var ki, bu barədə yəqin ki, biz daha çox danışacağıq. Orxan bəy, eyni sualı sizə də ünvanlayaq. Çünki siz bu məsələlərlə daha belə də akademik səviyyədə məşğul olubsunuz. Təşəkkür edirəm. 20-ci əsrin ziddiyyətli filosoflarından, çünki Hitlerin filosofu olmaqla ittiham olunmuşdu. Karl Schmitt belə deyirdi ki, modern inqilabın mahiyyəti məkan inqilabıdır. Yəni xalqlar konkret olaraq çəpərləməklə bir sərhədləri müəyyən etməyə başladılar və onların içərisində, o sərhədlərin içərisində öz kimliklərini, dövlətlərini və s. yaratmağa başladılar. Belə olan halda xalqların o məkan üzərindəki hakimiyyətləri fərqlilik göstərdiyinə görə kimliklər də fərqli şəkildə praktikada öz nəticəsini tapmağa başladı. Ona görə də müxtəlif nəzəriyyələr ortaya çıxmadı. Primordialist, etnosimvolist, modernist və s. nəzəriyyələr ortaya çıxmağa başladı və burada bir digər məsələ də bəzi xalqlar da ümumiyyətlə yaşadıkları, Nicat müəllimin sizin qeyd etdiyiniz kimi etnik olaraq, dominant olaraq yaşadıkları torpaqda, məkanda siyasi hakimiyyət qura bilmədilər. Buna deyirik biz müstəmləkə. Bununla bağlı da əlavə post-kolonialist deyək ki, nəzəriyyə və yanaşma yaranmağa başladı. Ümumiyyətlə, Azərbaycanda əvvəla bu milli kimlik, millət inşası, bu modern perspektiv, çünki 3 yanaşma əsasında var. Primordial yanaşma ümumiyyətlə deyək ki, tədqiqatçılar, ümumiyyətlə akademik və intellektuallar tərəfindən ciddi qəbul olunmayan bir məsələdir. Çünki açıq şəkildə məsələni irq, qan, yəni bioloji məsələyə dayandırır. Ona görə bu ciddiyə alınmır. İki əsas məsələ var ki, etnosimvolçu və modernist yanaşma. Etnosimvolçu yanaşmanın da əsas deyək ki, bayraqdarı London School of Economics, yəni London İqtisadiyyat Məktəbinin məşhur professorlarından Anthony Smith olmuşdur. Bununla bağlı bir xeyli əsərlər yazmışdır. Modernistlər isə daha fərqli, deyək ki, bir fərqlidir. Burada əsas onlar ziddiyyət ondan ibarətdir ki, hər ikisi modern olduğunu qəbul etməklə bərabər millətlərin, milli kimliklərin, modernistlər deyək ki, 16-cı əsrdəki inqilablardan əvvəl bir millətdən, milli kimlikdən bəhs etməyin doğru olmadığını söyləyir. Burada əslində
Karl Schmitt'in fikri də sanki doğrulanır. Niyə? Çünki o da deyir ki, modern dövlət 16-cı əsrdən etibarən yaranmağa başladı. Coğrafi kəşflər, çəpərləmələr və s. və ilə axır. Yəni bu belə bir fərqlilik var etnosimvolçular və çünki etnosimvolçular isə məsələn Anthony Smith deyirsə, millət modern bir məsələdir, milli kimlik modern bir məsələdir, ancaq bunun etnik bir davamlılığı olmalıdır. Ona əsaslandırır belə bir yanaşmalar var. Amma bu modernistlərin deyək ki, bayraqdarları Ernest Gellner məşhur deyək ki, bir filosof demək olar ona hətta. Sonra tarixçi Benedict Anderson, sonra Eric Hobsbawm və s. kimi belə deyək ki, 20-ci əsrin ciddi intellektual background olan adamları bu məsələdə yazıblar. Azərbaycanda isə məsələ daha doğrusu Azərbaycan kimi məsələ ölkələrdə isə daha fərqlidir. Çünki o millətləşmə belə deyək də 18-ci, 19-cu əsrdə nə üçün deyirlər ki, fəlsəfə tarixə məğlub oldu? Ona görə ki, o liberalizmin deyək ki, radikal azadlığı ilə kilsənin sərhədlərini məhkum etdiyi, dini məhkum etdilər dırnaq içində. Ondan sonra yeni bir əslində bir fenomenə ehtiyac vardı və 18-19-cu əsrdə eyni zamanda bazarın da tələbi ilə, çünki klassik kapitalizmin də tələbi ilə milli dövlətlər, milli kimliklər yaranmağa başladı və beləliklə tarix və s. ortaya çıxmağa başladı. Bu ərəfədə isə Azərbaycan kimi xalqlar torpaq üzərində dominant olmaqlarına baxmayaraq saycısını dediyiniz kimi, amma siyasi hakimiyyət yox idi. Ona görə akademik tədqiqatda ən azından mən bunu istifadə etmişəm. Çex əsirli bir alim Miroslav Hrok deyə bir adam var idi, yaşayır, bilmirəm. O ümumiyyətlə müstəmləkə altında olan xalqların milli kimliklərinin formalaşmasını belə daha deyək ki, modern içində fərqli bir modellə tədqiq etməyi təklif edirdi. Çünki deyirdi ki, əgər bir dövlət yoxdursa, daha doğrusu müstəmləkə ilə bərabər dövlət bir fasiləyə məruz qalıbsa, o zaman demək ki, onların kimliklərinin inşası daha fərqli bir məsəl üçün çərçivədə başlayır. Məsəl üçün burada biz Axundovu başa düşə bilərik ki, məsəl üçün Axundov deyək ki, hansı dövlətin məmurudur bəlli deyil. Məsəl üçün Azərbaycandan yazıbdı, Azərbaycan türklərindən yazıbdı, amma çarın məmuru olaraq yazır. Yəni demək istəyir ki, bu qəbildən olan xalqların intellektualları hansı ki, bu işığı yandırıblar, dövlətləri olmadan müstəmləkəsi altında olduqları dövlətdən belə deyək dırnaq içində maaş alaraq, amma əslində öz xalqlarını oyandırmağa çalışıblar. Ona görə bunların deyək ki, milli kimlikləri də müəyyən ziddiyyət və konfrontasiyaları da bərabərində gətirir. O baxımdan daha fərqli. Elə çox uzağa getmədən, məsəl üçün qonşu Türkiyə ilə, çünki onlar bir müəyyən əksiklikləri ilə bərabər bir imperiya Osmanlı var idi və onun transformasiyası ilə məşğul oldular və Atatürk daha deyək ki, nisbətən daha asan bir deyək ki, siyasi bir varlıq yarada bildi, amma Azərbaycanda daha fərqli oldu. Bugün isə məsələ biraz daha fərqlidir. Çünki ümumiyyətlə, yəni milli kimliyin yaranması daha fərqli texnoloji və iqtisadi bir formatda yaranmışdı. Bugün isə məsəl üçün klassik kapitalizm artıq maliyyə kapitalizminə çevrilib ki, daha fərqli bazarın tələbi var və eyni zamanda Karl Schmitt'in dediyi o məkan inqilabı məsələsi, yəni sərhədləri də tamamilə hakimiyyət anlayışı da sorğulanmağa və daha doğrusu transformasiya olmağa başlayır və eyni zamanda o prosesi şərtləndirən texnoloji yeniliklər də artıq süni zəka deyə bir məsəl üçün artıq 3 dünya var. Fiziki dünya, bioloji dünya, bir də elektron dünya, yəni digital world dediyimiz bir dünya var. Beləliklə bu daha deyək ki, fərqli bir mərhələ gətirir. Əslində bəlkə də burada demək olar ki, Azərbaycan 2020-ci ildə və 2023-cü ildəki siyasi və hərbi nəticələri ilə 21-ci əsrin son modern milli dövləti, milləti olaraq da demək olar əslində Azərbaycana, belə demək mümkündürsə. Çünki o klassik şərtlər çərçivəsində öz suverenliyini və kimliyini tamamlamaq üçün bir mühüm bir addım atdı və nəticəlidir. Mən elə istəyirəm buradan Nicat bəyə sözü verək. Nicat bəy, bizim də yenə və yenilənən kimlikdən danışanda mən bu barədə düşünəndə yadıma bir Ernest Renan'ın bir sözü düşdü. Belə bir sözü var idi ki, milli yaddaş daha çox xalqların sevincli, fərəhli günləri nə yox, xalqların daha çox əzablı, əziyyətli günləri əsasında formalaşır. Bu və biz o yenə və yenilənən kimlik kontekstində mən düşünəndə mən fikirləşdim ki, bunu bütün xalqlara aid eləmək olar. Yəni məsələn, ola bilsin ki, elə xalqlar var ki, onların doğrudan da milli kimliyi o ağrılı, acılı günlərin ətrafında birləşmələrinin hesabına formalaşır. Amma elə xalqlar da ola bilər ki, məsələn, türklər haqqında adətən belə deyirlər ki, türklərin milli kimliyi daha çox
fəthlərlə, fatihlik belə deyək, hərəkatı ilə müəyyən olunurdu. Siz bu Renanın bu fikri ilə bizim zəfərin yenilədiyi milli kimlik arasında bir bağ qura bilərik, yoxsa bunu Əslində bütün tədqiqatçılar belə deyək də o grievance memory dediyimiz o qəmgin yaddaşın milli kimliyin kristallaşmasındakı rolunu çox önə çəkiblər. Çünki bu çox vacib məsələdir. Çünki adətən yaxşı günlər, sözsüz ki, yaxşı günlər kimi həmişə olur, amma o milli kimliyin kristallaşması ətrafında xüsusilə o belə deyək də neqativ hadisələr, xüsusilə o kollektiv yaddaşa təsir edən çox ciddi hadisələr ciddi rol oynayır. Mən bunu bu milli kimliyin kristallaşması üçün həmin o dediyimiz bəlkə də daha yaxşı ifadə edə biləcəyimiz o milli matəmmi deyim, yoxsa belə deyək də o hisslər kifayət qədər çox ciddi rol oynayır, sözsüz ki. Amma bütün hallarda mən burada sizin dediyinizdən razıyam ki, bəzi hallar ola bilər ki, bu hallar milli kimliyin formalaşmasına, məsələn, pozitiv elementlərdə milli kimliyin formalaşmasına təsir edir. Amma bunun effekti uzun müddətli deyil. Söhbət ondan gedir. Məsələ nədən ibarətdir? Baxın, bunun ən yaxşı tərəfini mənim indi ağlıma gəldi. Məsələn, çox maraqlı bir ideya. Yəqin ki, hamımız çox yaxşı tanıyırıq. Məşhur bir fransız filosof var, Alain Badiou. Onun çox yaxşı bir əsəri var. Əsərin adı Varlıq və Hadisə adlanır. O nə deyir də? Deyir ki, bir ontoloji olaraq bir varlıq var. O varlıq öz həyatını struktur olaraq davam elətdirir. Yəni ontoloji bir varlıq olaraq davam elətdirir. Amma o varlığın həyatında bir hadisə baş verir ki, o hadisə həyatı tamamilə dəyişir. Bu hadisə gözlənilməyən bir hadisədir. Bu hadisə strukturun özündə deyil. Oradan çıxmayıb. Bu hardansa baş verən elə bir hadisədir ki, xüsusilə məsələn inqilabları göstərir. O həmin varlığın əsasını təşkil edir. Bu daha çox nəyə oxşuyur? İndi yenə yadıma düşdü ki, məsələn Thomas Kuhn'un çox məşhur Elmi İnqilabların Strukturu adlı əsəri var. O deyir ki, elm necə baş verir? Elm deyir ki, elm inkişaf edir bir müddət, bir paradigma formalaşır. Sonra ona zidd olan hadisələr meydana çıxmağa başlayır. Sonra adamlar başa düşürlər ki, yox, bu ortalığa çıxan yeni mexanizmlər bu paradigmada izah eləmək mümkün deyil. Kimsə birdən çıxır, heç kimin ağlına gəlməyəcək və yaxud da hamının qeyri-mümkün hesab elədiyi bir ideyanı deyir və bunun nəticəsində elmdə inqilab baş verir və paradigma tamamilə dəyişir. Təxminən düzdür, Kuhn öz kitabını Badier'dən sonra yazıb, səhv eləmirəmsə. Amma Badier də deyirdi ki, bax həmin o hadisə çox vacib hadisədir və burada ən vacib olan məsələlərdən biri də o hadisəyə, o ingilis dilində sonra fidelity deyirlər, yəni ona sadiqlik hissidir. Siz o hadisəyə sadiqliyinizlə o varlığınızı, ontoloji varlığınızı davam elətdirmiş olursunuz. Adətən qəmgin hadisələrə sadiqlik daha ciddidir və daha emosional bağlılıq var. Nəinki hansısa pozitiv hadisələrimizə. Bu həm də hardan irəli gəlir? Yenə yadıma düşdü deyim. Məsələn, Daniel Kahnemanın çox yaxşı bir ideyası var. Loss aversion deyirlər də bunu. İtkinin daha ağır olması məsələsi. O deyir ki, siz getdiniz yolda 10 manat tapdınız. 10 manatdan aldığınız həzz, əgər yolda itirdiyiniz 10 manat itirirsinizsə, ondan aldığınız neqativ emosiyalardan dəfələrlə azdır. Siz itirəndə daha çox emosiya verirsiniz. Nəinki 10 manat qazananda. Yəni itirdiyiniz 10 manat qazandığınızdan daha çox sizindir. Bəli, əlbəttə. Çünki ondan daha mənfi, daha çox emosiya almış olursunuz. O sizə daha çox pis təsir eləmiş olur. Və hətta bunu da o davranış iqtisadiyyatının əsasına qoyur. Yəni biz itirdiklərimizdən daha çox şey əldə eləyirik və yaxud da itirdiklərimiz bizə daha çox təsir eləyir. Nəinki qazandıqlarımız. Ona görə də o qazandıqlarımız, itirdiklərimiz həmişə o identikliyin bir konstruktiv element kimi çıxış eləməsi üçün, yəni qurucu element kimi çıxış eləməsi üçün çox vacib məsələdir. Bizim qarşımızda duran ən vacib məsələ, bax biz bu hissləri yaşamışıq. Məsələn, bizim Xocalı hadisəmiz olub və mən
əminəm ki, Xocalı hadisəsi Azərbaycan milli identikliyinin çox ciddi bir hissəsidir. Ən vacib hissələrindən biridir. Yəni məsələn mənim yadıma gəlir, bunu bir neçə dəfələrlə demişəm, amma yenə deyim. Məsələn mən vaxtilə Nyu-Yorkda bir konfransda iştirak edirdim. Orada erməni milli kimliyi ilə bağlı erməni professorları Kolumbiya Universitetində çıxış edirdilər. Onlar erməni milli kimliyini 3 əsasa dayayırdılar. Deyirdilər ki, bax erməni milli kimliyinin əsasında etnik cəhətdən erməni olmaq dayanır. 1. Bura eyni zamanda Qriqoryan kilsəsinə mənsub olmaq və s. məsələsi aiddir. İkinci məsələ digərlərinə, yəni tarixi Ermənistan dediyimiz dırnaq arasında digər ölkələrə ərazi iddiası erməni milli kimliyinin ən vacib tərəfidir. Üçüncü ən vacib məsələ 15-ci il soyqırımı, dırnaqarası soyqırımı hadisəsidir. Kimsə bunlardan birini əgər qəbul eləmirsə, onun erməni olması çox şübhəli məsələdir. Qanun yoxdur. Hə, mütləq şübhə. Yəni bu o qədər ciddi məsələdir ki, bizim üçün də Xocalı hadisəsi bizim milli kimliyimizi, çünki mən heç bir hətta etnik, vətəndaşlıq, başqa hansısa bağla Azərbaycana bağlı olan elə bir adam tanıya bilmək mümkün deyil ki, o Xocalı hadisəsinə bu və ya digər şəkildə özünün faciəsi kimi yanaşmasın. Nicat müəllim, burada mənim bir sual yarandı beynimdə. Məsələn, 18-ci ildə, 1918-ci ildə mart qırğınları var. Təxminən Xocalı faciəsi qədər dəhşətli Bakıda, digər bölgələrdə qırğınlar olub da. Bəs ona nə mane oldu, yoxsa mane ola bilmədi o qırğınlar bizim milli kimliyimizdə bir müəyyən mənada rol oynasın? Oynadı mı ümumiyyətlə? Mən sizə müstəmləkəçilik yox, o müstəmləkəçilik ciddi şəkildə unutturdu bizim üçün. Çünki bizim ondan sonra gələn heç bir nəsil onu saxlamır. Məsələ ondadır ki, həmin o Alan Badiye'nin dediyi o hadisəyə sadiqlik hissi. Biz ondan sonra 18-ci ildən sonra gələn heç bir nəsildə o sadiqliyi saxlamadıq. 18-ci il mart hadisəsi. Faciəyə sadiq olan nəsillər də böyüməlidir. Hə, sözsüz. Yəni biz onu mütləq daim davam elətdirməliyik ki, biz o hadisəyə sadiq qalaq. O bizim milli kimliyimizi formalaşdırır. Bundan sonra bizim artıq qələbə məsələmiz var. Sözsüz ki, qələbə bizim o faciələrimizi başqa fonda görməyimiz üçün yaranıb. Ən ciddi məsələ ondan ibarət ki, bundan sonra bizim milli kimliyimizi konstruksiya edən elementlər nə olacaq? Bunun üzərində düşünmək lazımdır ki, biz yenə də həmin köhnə faciə elementləri üzərində bunu davam elətdirəcəyik. Sözsüz ki, ona sadiqliyimiz qalacaq. Yəni bu bizim tariximizin ən ciddi hissələrindən biridir. Biz o sadiqliyimizi qoruyub saxlayırıq. Amma bundan sonra biz o konstruksiya edici element olaraq daha nələri görməliyik, daha nələri götürəcəyik? Bu bizim üçün bugün ən aktual, ən vacib məsələlərdən biridir məncə. Mən sizin o itkinin daha çox doğma olduğu hissinizlə bağlı bizim bu yaxınlarda İbrahim gənc bizim filosofumuz, fəlsəfə məzunumuzun bir yazısı paylaşmışdı. Freydin melanxoliya haqqında yazısı, Agamben'in də onun şərhi idi o yazı. Orada təxminən sizin dediyiniz fikrin fərd üzərindəki təzahürü yazılmışdı. Orada eynən sizin dediyiniz kimi bir məsələ var idi ki, melanxolik aşiq əslində o itirdiyi tərəf müqabilin öz içinə, öz egosuna bastırmaqla onu daha çox özününkiləşdirir. Nəinki gözünün qabağında olanda. Ona çox üzr istəyirəm. Elə bu bizim hamımızın bildiyimiz çox məşhur bir məsələdir. Bunu hamı təkrar edir. Hamı deyir ki, Məcnun yəqin ki, Leyliyə çatsaydı, Leyli Məcnun ortalığa çıxmazdı. ortalığa bir ərəb ailəsi çıxacaqdı. Məcnun Leylini itirdiyinə görə Leyli Məcnun ortalığa çıxdı. Orxan bəy, bizim bu mövzumuza sizin qatqınız, mən istəyərdim ki, siz bunu belə deyək, nümunələrlə, məsələn, dünya xalqlarının tarixində, milli kimliyinin formalaşmasında, məsələn, tutaq ki, bax, bizim dediyimiz məsələyə Nicat müəllim ermənilərdən nümunə gətirdi ki, onlar təxminən 3 milli kimliyi formalaşdıran istiqamət var idi. Üçünün də kökündə bir faciə, milli bir, belə deyək də, kədərə çevrilmiş məsəl bir hadisə var idi. Bizim, mən üzr istəyirəm, niyə görə demək istəyirəm, bax, bizdə o da var. Məsələn, Xocalı faciəsi, 31 mart qırğınları, o da var. Amma zəfər də var. Biz bunları milli kimliyimizi formalaşdıranda, bunların hansına üstünlüyü verməyimiz daha gələcəyimiz üçün faydalı ola bilər. Deməli, Nicat mənim danışarkən bir məsələni xatırladım. Bakı Dövlət Universitetində fəlsəfə oxuyarkən ilk dəfə Hegelin bir fikrini xatırladıram. Afrika xalqlarının tarixi yoxdur deyə bir tarix fəlsəfəsini səhv etmirəmsə.
Sonra dissertasiya yazarkən Türkiyədə bu kitabları təkrardan vərəqləməyə çalışarkən o təkrar qarşıma çıxdı və müzakirənin parçası oldu. Əslində məncə çox da yanlış bir şey demir. Fikir irqçidir, deyil və sair ayrı məsələ. Lakin çünki milli kimlik, bir millət formalaşdırmaq tarixsiz mümkün deyil. Yəni insan oğlunun əşyaya dair, ətrafına dair bilmək fəaliyyəti tarix və fəlsəfə çərçivəsində cərəyan edir. Fəlsəfənin mahiyyəti bəllidir. Sokratdan, baldıran zəhərindən və s. bilirik. Amma tarix isə o kollektiv kimliyin, bağlılığın və aidiyyatın formalaşmasına töhfə edir. Bunun davamlılığı, çünki arxasında bir iqtisadi davamlılıq olmalıdır, tədris, təhsil və s. arxasında bir dövlət lazımdır. Yəni mənim şərhim bundan ibarətdir ki, əslində Hegel demək istəyirdi ki, Afrikada dövlət yoxdur. Dövlət olmayan bir xalqın davamlı bir tarix qurub onu inşa etməsi də mümkün deyil. Nümunə versək, məsəl üçün bizim deyək ki, Türkiyənin, türklərin faciə olaraq deyək ki, modern dövrlərin böyük faciələrindən birisi deyək ki, İstanbulun 5 illik bir işğal mərhələsi var da. Ancaq türklərə soruşsan ki, milli kimlik inşasının formalaşmasındakı ən önəmli deyək ki, hadisələr nədir? 2 dənə məsəl üçün hadisə. Fatihin İstanbulu fəth etməsi, bir də Atatürkün İstiqlal müharibəsindəki zəfəri və onun davamlığı. Yəni şübhəsiz tamamilə razıyam ki, bəli, faciələr, o məğlubiyyətlər, çünki faciə məğlubiyyət deməkdir. Məğlubiyyətlər parçalanmış insanların bir fikir ətrafında parçalanması. Çünki Benedict Anderson bunu necə deyir? Deyir ki, çap kapitalizmi fiziki olaraq bir-birini tanımayan, amma eyni ölkədə yaşayan insanların eyni fikir, yəni xeyirdə və şərdə bir fikirdə olmasının deməli əsaslan mümkün edən bir hadisədir də. Məsəl üçün Xocalı faciəsi baş verəndə deyək ki, Lənkəranda, Qusarda, Gəncədə, Ordubadda yaşayan insanlar bir-birlərini tanımadan amma eyni kədərdə birləşmişdilər. Yəni o müxtəlif backgroundda olan insanların eyni fikirdə birləşməsi və bir şeyə sarılması və s. və ilaxır. Ancaq bunun davam etdirilməsi və bunun üzrə bir fikir, bir millət qrup, onun davam etdirilməsi, gələcək nəsillərə ötürülməsi isə əsasən daha çox zəfərlə mümkündür. Hətta biz zəfər qazandıqdan sonra biraz hesablamağa çalışdım ki, Birləşmiş Millətlərə məlum Birləşmiş Millətlər müstəqil milli dövlətlərin üzv olduğu bir beynəlxalq təşkilatdır. Orada həqiqətən sözün həqiqi mənasında zəfər qazanaraq bir kimliyini formalaşdıran çox az dövlət var imiş. Yəni digərləri deyək ki, məsəl üçün SSR dağılıb və ya başqa yerlər deyək ki, ingilislər müstəmləkədən çəkilib, Hollandlılar müstəmləkədən çəkilibdir. Bu və ya digər şəkildə müstəqil olublar. Amma deyək ki, Azərbaycan kimi, Türkiyə kimi, nə bilim Amerika kimi və s. belə bir mübarizə əsasında qurmuş az dövlətlər və bu daha çox davam etdirilməsi mümkün olan bir kimlikdir. Məsəl üçün ermənilər tamamilə həmin o Nicat müəllimin əvvəldə dediyi primordial yanaşmaya uyğun gəlir. Çünki kilsəyə məhkum olmuş bir kimlikdən danışırıq. Yəni çox bəsitdən məsəl üçün protokolda deyək ki, kilsə rəhbərinin deyək ki, siyasətçidən, o dövlət adamından daha çox deyək ki, halbuki modern inqilab başqa şey idi. Dinin, kilsənin sərhədləri, hüquq olur. Kilsəni də milli kimliklərin bir qalxanı kimi. Çünki modern inqilab kilsənin siyasət və hüquq üzərindəki hegemoniyasının məhdudlaşdırılması demək idi və sivil, sekulyar bir bürokratiyanın, dövlətin qurulması demək idi. O baxımdan Ermənistan kimliyi əslində daha çox o primordial kimliyə olub. Yəni deyək ki, kilsə var və onun ətrafında bir xalq var. Belə bir hadisə. Hətta bəlkə də müəyyən qədər Gürcüstanda da bunu tam Ermənistan qədər olmamaqla bərabər oxşar deməli hadisənin. Bunu hardan xatırlayıram? Məlumunuz Gəncə qapıları o zəlzələ məsələsinin Gürcüstandadır və Azərbaycan müraciət etmişdi. Səhv etmirəmsə Saakashvili vaxtında və Saakashvilinin bəyanatı bundan ibarət idi ki, mən kilsəyə hökm edib onu ala bilmərəm. Ancaq halbuki mən bir universitet müəllimi olaraq, bir Azərbaycan vətəndaşı olaraq mən güman etmirəm ki, deyək ki, Azərbaycanda deyək ki, bir dini qurum Azərbaycan siyasi, yəni dövlətinin verdiyi bir qərarı icra etməmək kimi bir şey olsun. Çünki bu daha çox sivil, modern dünyanın şərtlərinə uyğun bir kimlikdir və 2020-ci ildə qazanılan zəfər isə, yəni o prezidentin məsəl üçün bu yaxınlarda Birləşmiş Millətlər Assambleyasındakı çıxışda da bunu qeyd etdik, yəni suverenlik məsələsi. İzzət bəy, mən sizin bir yazını oxudum bu yaxınlarda. Prezidentin Əl Ərəbiyyə kanalına verdiyi müsahibədə
şərh eləmişdiniz oradakı milli kimlik məsələsi. Və o həmin müsahibədə Əl-Ərəbiyyə cənab prezidentin müsahibəsində maraqlı bir yer var idi və siz də onu yazınızda vurğulamışdınız. Cənab prezident orada etnik milli kimliklə vətəndaşlığı yan-yana qoymuşdu. İndi mən buradan belə deyim, bütün bu məsələlərin yekununda belə bir sual istəyirəm biz cavab verməyə çalışaq. Biz öz faydalılıq baxımından, yəni cəmiyyətimiz üçün, Azərbaycanın gələcəyi üçün faydalılıq baxımından bu etnik kimliyin formalaşmasının hansı prinsiplər üzərində? Məsələn, bax, cənab prezidentin variantı, təklif elədiyi variant budur. Etnik milli kimliklə vətəndaşlıq paralel. Daha bunu necə belə açmaq, izah eləmək olar? Məsələn, biz indi özümüzə Azərbaycanlı deyə bir kimlik, vətəndaşlıq kimliyi formalaşdırmışıq, amma 40 milyon Azərbaycanlı var İranda. Bəs onlar bu kimliyin harasında yer alacaqlar? Yəni biz onlara Azərbaycanlı kimliyin belə deyək də verə bilmirik. Onlar özlərinə Azərbaycanlı deyə bilmirlər faktiki indi bu dəqiqə. Ona görə biz bu gələcək perspektivdə faydalılığı baxımından o milli kimliyin formalaşmasının hansı prinsipləri əsas götürməliyik? Birinci Akşin bəy, gəlin bir balaca sizə burada müxaliflik eləyim. Kimlik anlayışı həmişə biz və başqası anlayışıdır. Orada o, mən və s. anlayışı yoxdur demək olar ki. Yəni mən o mənada var ki, bizin içərisində həll olunmuş bir mən var. Amma ayrılıqda götürülmüş bir mən anlayışı. Çünki kimlik daha çox qrupa mənsubiyyət hissini bildirir və əgər biz xüsusən milli kimlik, qrup kimliyindən danışırıqsa və o bütün hallarda bizdir və onun binar opozisiyası da həmişə başqasıdır. Amma başqasının olması həmişə çox vacib məsələdir. Çünki başqası olmayan halda milli kimlik, ümumiyyətlə kimlik anlayışı yoxdur. Və ona ehtiyac deyil. Hə, çünki ona ehtiyac yoxdur. Yəni bir dənə qrup varsa, onun heç bir başqası olmaz. Onun kimliyin öz hardasa görməsinə belə ehtiyac yoxdur. Ən vacib məsələlərdən biri birinci həmin o biz kimliyinin kim olması məsələsi var. Burada da ən vacib məsələlərdən biri və bu tarixən həmişə akademik ədəbiyyatda da göstərilib ki, kimlik anlayışı iyerarxiyadır. Yəni adətən iyerarxiya olaraq siz həmin kimliyin üstünə nəyi qoyursunuz, ondan daha aşağı nəyi qoyursunuz, ondan da. Və cənab prezident bunu çox rahat, yaxşı olaraq göstərib. O göstərib ki, o etnik kimlik olaraq, yəni Azərbaycanın bir Azərbaycanlı deyək və yaxud da onu necə deyirsiniz adlandıraq, biz olan hissəsinin kimliyinin əsasında bir etnik kimlik dayanır. Onun yanında mütləq bir vətəndaşlıq anlayışı ona paralel olaraq dayanır ki, bu əslində tamamilə çox yeni bir yanaşmadır və mənə elə gəlir ki, bu yanaşmanın üzərində kifayət qədər çox işləmək, düşünmək və xüsusən də akademik yanaşmalar ortalığa qoymaq lazımdır. Çünki cənab prezidentin dediyi məsələ daha çox onun siyasi baxışıdır. O müasir dünyanın düzənindən baxan yorumdur və sözsüz ki, o məsələlərdən daha çox, yəni ən azı informasiya, siyasi qərarlar və s. baxımından bizdən daha üstə dayandığına görə biz o bizdən daha çox şey görə bilir və ona görə də o cür ifadə eləyir. İndi yəni alimlərin işi ondan ibarət ki, bunun doğrudan da akademik əsasını formalaşdıraq. Və üçüncü yerə də sözsüz ki, dini kimliyi qoyub. Amma burada da ən vacib məsələlərdən biri ondan ibarət ki, o məzhəb kimliyini ortadan qaldırır. Deyir ki, yəni məzhəb kimliyi bizim üçün vacib məsələdir. Bizim din kimliyi var. Bu milli kimliyimiz iyerarxiyasında ən azı hardasa 2 və yaxud 3-cü yerdə dayanır. Məzhəb kimliyi ora heç bir halda daxil deyil. Bu çox vacib məsələdir. Və sizin də dediyiniz kimi bizim burada bax bizim indi bu konstruksiyadan çıxış eləyəndə ən azı əlimizdə siyasi irəli sürülmüş, siyasətdən irəli sürülmüş bir konstruksiyamız var. Bundan çıxış eləyəndə biz baxmalıyıq ki, biz kimliyimizdə həmin o dediyimiz kimi etnik və vətəndaşlıq ideyasına yanaşı qoyduq. Eyni zamanda bir də bir başqası ideyası olmalıdır. Başqası kimdir? Onu da ortalığa çıxartmalıyıq da. Yəni biz kimə münasibətdə bizik anlayışını ortalığa qoymalıyıq. O başqasını öz içimizdə axtarmalıyıq, yoxsa? Vacib deyil ki, öz işimizdə axtaraq. Çünki əgər söhbət milli kimlikdən və yaxud da vətəndaş kimliyindən ən az cənab prezidentin dediyi kimi məsələdən gedirsə, mütləq olaraq o bizdən kənardakı bir məsələdir. Yəni o başqası o Azərbaycan içərisində deyil, ondan kənarda. Ondan kənardadır mütləq. Yəni içəridə olanda o milli kimliyə daxil olmayan qrupda. Hə, bizim içində hardasa gizlənmiş ola bilər, amma bizə daxil olmayandır mütləq halda da.
Ən vacib məsələ ondan ibarət. Və bizim üçün əvvəl bu var idi də, yəni hələ də yəqin ki qalmaqda davam eləyir, yəqin ki uzun nəsillər də davam eləyəcək. Yəni bizim qonşumuz bizə təcavüz eləyən, işğal eləyən və s. Mənim məsələn indi ağlıma gələn ən vacib məsələlərdən biri, burada çox vacib məsələdir və məncə yenə də siyasi cəhətdən bu çox yaxşı izah olunmuş məsələdir və bunu da demək lazımdır. Burada cənab prezidentin bir müsahibəsinə diqqət eləmək istəyirəm. Yadınıza gəlirsə o müsahibələr jurnalistlərlə keçirdiyi görüşlərin birində Ukraynalı jurnalistin bir sualı var idi və onun çox yaxşı bir sözü var idi. O deyirdi ki, mənim sizə tövsiyə edə biləcəyim ən yaxşı şey işğalla barışmamaqdır. Və bu doğrudan da işğalla barışmamaq ideyası bu həm də nə deməkdir də? Yəni bayaq Orxan müəllim dediyi çox yaxşı bir məsələ var. O deyir ki, bizim indi zəfər ideyamız var. O zəfər ideyamız eyni zamanda bütün dünyada və xüsusilə də qeyd elədi ki, BMT-də çox nadir hallarda biz görmüşük ki, doğrudan da itirilmiş torpağa hansısa dövlət bu qədər rahat şəkildə bərpa eləyə bilsin. Yəni öz suveren müstəqilliyini xüsusilə bizim gözümüzün qabağında bu çox nadir hallardandır ki, və xüsusilə bizim kimi dövlətlərdə, yəni nisbətən zəif dövlətlərdə, dünya gücü olmayan dövlətlərdə, formalaşma dövrünü yaşayan dövlətlərdə bunu əldə etmək çox ciddi məsələdir. Və bu bizim üçün yaxşı bir, belə deyək də, diskursdur və narrativdir deyək də. Yəni bu milli kimlik üçün çox yaxşı bir narrativdir. İkinci məsələ ondan ibarət ki, bu eyni zamanda bu dünya miqyasında, yəni biz buna nail olmuşuq və hamıya da dediyimiz, başqalarına da dediyimiz məsələdən ibarət ki, başqası işğalçıdır. Əgər kimsə sizi işğal edibsə, bundan heç vaxt barışmayın. Yəni bu cür konstruksiyalar, xüsusilə elə konstruksiyalar, sözsüz ki, ən vacib məsələlər ondan ibarət ki, bu cür zəfər tipli məsələlər bizim bunlara bağlılığımız olmalıdır və mən burada sadəcə həmişə ağlımda tutduğum ən vacib məsələlərdən birini sadəcə qısa olaraq deyim. Bu o hadisələrə bağlılıq hissində mühüm məsələlərdən biri nədən ibarətdir də? Məsələn, yenə gələcəm Baliyaya. Baliya deyirdi ki, hadisə hansı halda, harda baş verir? Hadisə elmdə olur, hadisə olur eşqdə, məhəbbətdə. Sonra hadisə olur incəsənətdə, bir və siyasətdə. Siyasətdə hadisəmiz var, bu zəfər hadisəsidir. Bunu artıq siyasətçilər həyata keçirib. Elm burada elə məsələdir ki, bu sırf elmi kəşflərlə və s. ilə bağlı hadisələrdir. Eşq sadəcə fərdə olan məsələdir. Bizim incəsənət məsələmiz çox ciddi şəkildə mənə elə gəlir ki, burada rol oynaya bilən hadisədir ki, biz hələ burada çox şey eləyə bilməmişik. Və mən adicə bir elementar bir məsələni deyim. Bu yaxında Qərbi Azərbaycan icmasının bir tədbirində iştirak eləyirdim. Orxan bəy də səhv eləmirəmsə o icmanın üzvlərindən biridir, iştirak eləyir ən azı. Və bu doğrudan da çox yaxşı bir hadisədir ki, icma fəaliyyət göstərir, onun o hadisəni və o narrativ diskursu irəli aparmaq üçün bizim üçün çox vacib bir məsələdir. Burada vacib məsələlərdən biri nədən ibarətdir? Burada mən məsələn dediyim söz ondan ibarət. Bizim tariximizdə bir Axırıncı Aşırım filmi var. Doğrudurmu? Axırıncı Aşırım filmi ən azı mənim nəslim, məndən əvvəl gələn nəsil, hansı ki o filmdən sonra yetişmiş nəsil var. Baxmayaraq ki, o Sovet ideologiyasının əleyhinə olan Kərbəlayı İsmayıl obrazı var orada. Amma Kərbəlayı İsmayıl bütün Azərbaycanlılar üçün çox ciddi bir kişilik nümunəsidir. Onun mənfi obraz kimi çəkiblərsə də, amma hamımızda çox müsbət təəssürat yaradıb. Doğrudurmu? Yəni hətta məsələn o bizə çatdırılmaq istəyən Abbasqulu Şadlinski belə o səviyyədə deyil, orada verilməyibdir, doğrudur. Amma orada bir qəmli obrazı var. Düzdür, o ideoloji cəhətdən orada mənfi obraz kimi göstərilib, amma qəmli çox ciddi bir Azərbaycan tarixi üçün çox ciddi bir simadır. Və mən orada təklif elədiyim məsələlərdən biri ondan ibarət idi ki, biz bu narrativi, bu həmin o hadisəyə sadiqliyimizi və başqalarının kim olmasını, necə aparmamızı hansısa simvollarda, bayaq Orxan müəllimin qeyd elədiyi o Gelner kimi alimlərin, üzr istəyirəm, Anthony Smith kimi etnosimvolizm məsələsi. Etnosimvolizmin mahiyyətində müxtəlif simvolların olması ən vacib məsələlərdən biridir. Məsələn, biz çox yaxşı bir film çəkə bilərdik. Orada bir Qəmlo filmi çəkə bilərdik. O Qəmlo yaxşı bir qabadayı olardı. Amma bu real həyat tərzində də, məsələn, o türklərin seriallarında çəkilmiş kabadayı obrazı var. O cür bir obraz olardı.
və eyni zamanda da onun içərisində o narrativ olaraq, amma buna fokuslanmamaq şərti ilə. Məsələn, onun tarixən o ermənilərin Azərbaycanlılara qarşı etdikləri zorakılıqlara onun cavabları, onun insanları necə xilas eləməsi və s. Çünki Qəmlu həqiqətən bir qabadayıdır. Amma o insanlar üçün, məsələn, gənclik üçün çox nümunə ola biləcək bir insan ola bilər. Ən azı biz bir adamı qaldıra bilərik, göstərə bilərik ki, belə adamımız var, bunun bu qabadayı obrazı da var. Amma o simasından, o sifətindən, o statusdan istifadə edərək eyni zamanda xalqı, milləti başqalarından qoruyan obrazı var. Yəni biz nə qədər ki belə simvolları yaratmırıq, bizim hadisəyə sadiqliyimiz itir, zəifləyir. Bu ədəbiyyatda da olmalıdır, bu təsvir incəsənətdə də olmalıdır. Xüsusilə indi bizim daha çox o belə deyək də audiovizual dediyimiz film, kino, nə bilim mən xırda-xırda məsələlər ki, biz insanlara bunu çatdırmalıyıq. Bizim məsələn bir Əqrəb mövsümü filmimiz var, hamımız ondan danışırıq. Yaxşı çəkilib də, doğrudurmu? Amma bunu eyni zamanda milli ideyanın daşıyıcısı kimi yaratmaq olar da. Yəni o cür keyfiyyətli bir şeyi bir milli ideyanın üzərində qurmaq olar ki, bu da insanlara o cür təsir eləsin. İndi biz bayaqları faciədən danışıq. Faciənin milli şuuru, milli yaddaş formalaşdırmaqdan danışanda əslində mənim yadıma bizim Mir Şahin bir ara efirdə ədəbiyyatçıları ittiham elədi ki, daha doğrusu qınadı ki, niyə bu zəfər hadisəsini ədəbiyyat hadisəsinə çevirə bilmirsiniz? Yəni biz hərbi bir hadisə, hərbi bir qələbəmiz var. İndi bunu yaddaşa köçürməkdən ötürü bu həm də mədəniyyət hadisəsinə çevrilməlidir, ədəbiyyat hadisəsinə çevrilməlidir. Orada bir məsələ var ki, ədəbiyyat da məhz o kədərə, negativ məsələləri daha çox özününkiləşdirib, belə deyək, ədəbi məhsula çevirə bilir. Və burada bir məsələ də var ki, bir hadisənin, bir olayın ədəbiyyatın fokusuna düşməsindən ötürü, yaradıcılıq məhsuluna çevrilməkdən ötürü onun bir şuur altına enişi prosesi baş verməlidir. Yəni görünür ki, bizim zəfər enerjimiz, zəfərimizi ifadə edən duyğularımız hələ şuur altının süzgəcindən keçib təzədən şuurumuza qayıtmayıb. Ola bilsin buna zaman lazımdır. Necə ki Tolstoy-Borodino döyüşün Hərb və Sülhdə 56 il yoxsa 54 il sonra yazmışdı. Və yaxud Troya müharibəsi, müharibənin özü baş verəndən 300 il sonra qələm alındı falan. Bu belə bir məsələlər var. Ona görə mən Orxan bəy bilirəm ki, ədəbiyyata çox maraqlı adamdır və bizim yazarların kitablarını da yaxşı vaxt olduqca izləyə bilir. Orxan bəy, siz necə düşünürsünüz? Bax, bu ədəbiyyat məsələsi ki, bizim hərbi zəfərimiz mütləq mədəniyyət hadisəsi kimi də belə deyək, öz əksini əsərlərdə tapmalıdır. Bax, bunun bizim milli kimliyimizin formalaşmasında xidməti nədən ibarət ola bilər? Yəni məsələn, bu zəfərimiz və ədəbiyyatdakı zəfərimiz, yəni ədəbiyyat hadisəsinə çevrilmiş zəfərimiz. Məsələn, bizim bir romanı müzakirə edəndə belə bir ideyaya gəlmişdik ki, zəfər adətən tarixin gündəmində olan, tarixin araşdırdığı, tarixin diqqətdə saxladığı məsələdir. Məğlubiyyət isə sənətin, ədəbiyyatın. Yəni məğlubiyyət milli şuurun süzgəcinə düşəndə ondan sənət əsəri yaranır. Amma zəfər birbaşa tarixlə, siyasətlə ilişkisi olan, bağı olan bir məsələdir. Siz bunun məsələn bir yol bizim ədəbiyyatçılara, sənətçilərə elə Nicat müəllim dediyi o rejissorlara belə bir bu qədər ədəbiyyatı oxuyan, izləyən bir adam kimi kafanızda belə bir fikir formalaşıb ki, məsələn, bax bu zəfəri sənət əsərinə necə çevirmək olar? Belə bir fikir var? Əslində roman da o çap kapitalizminin bir ikinci çünki qəzet və qəzetlə bərabər o milli kimliyin formalaşmasının əsas elementlərindən birisidir. Yəni çünki o ana dildə, milli dildə yazılan bir mətn olaraq ortaya çıxmışdı 17-18-ci əsrdə. Sizin sualınızı verərkən ağlıma Türkiyədə Hacettepe Universitetində bir siyasi elmlər professorunun 1923-38-ci illər arasında milli kimlik inşasında ədəbiyyatın rolu adlı kitabını xatırlatdı mənə. Və biz o professorla danışanda o mənə demişdi ki, səhv etmirəmsə 250 romanı oxumuşdu. O dissertasiyanın bu mövzuda. Bəli, milli kimlik. Çünki birbaşa mövzu
deməli milli kimliyin inşasında Türkiyədə milli kimliyin inşasında ədəbiyyatın rolu və bunun siyasi təhlil prosesi 1923-38-ci il mənim tam Atatürkün o deyək ki, dövləti və milli kimlik prosesinin inşa mərhələsində. Və oradan o kitabı oxuduqda, eyni zamanda Benedict Andersonu xatırladıqda, yəni ortaya çıxır ki, bəli, bir milli kimlik, bəli, tarix deyək ki, birbaşa deyək ki, o kollektiv şüurun formalaşması da öz rolunu oynayır, amma bu işin daha deyək ki, insanların daha deyək ki, mətbəxinə girməsinin yolu isə ədəbiyyatdır. Emosional yaddaşına. Bəli, məsəl üçün deyək ki, Akşin Yenseyin roman, Tarix və Talih romanını evlərdə daha çox tapa bilərik. Nəinki deyək ki, məsəl üçün Süleyman Əliyarlının tarix kitabını. Çünki o daha biraz akademik, daha da az oxucuya xitab edən, amma roman daha çox deyək ki, hər kəsin deyək ki, maraq göstərmək istəyəcəyi. Çünki orada gündəlik həyatı yazır. O romanda deyək ki, tarix və talih romanında bəli insanı var və o cəmiyyətin insanının yaşadıkları ağrılar, acılar və beləliklə onun kimliyini formalaşdıran hər şey orada var. O baxımdan əslində ədəbiyyat olmadan bir kimliyin inşasını təsəvvür etmək mümkün deyil, amma sadəcə məsəl üçün deyək ki, indi əsərin adını unutdum, türklərin milli kimlik inşasında deyək ki, ən klassik əsərlərdən birisi bu müharibə dövründə yazılmış bir, onlar da deyək ki, axtardıqları bir ərəfədir ki, orada kitabda bəhs edir ki, sən hansı millətdənsən, məsələn belə söhbətlərin getdiyi bir romandır, məşhur bir romandır. Suyu arayan adam, səhv etməmsə, belə bir Şevket Süreyya Aydemir, Süreyya Aydemir məsələn məşhur kitab. Orada həm deyək ki, orada o kədərdən, ağrıdan, acıdan başlayır kimliyin, amma həmin o Hacettepe'li professorun kitabını oxuduqdan sonra isə 23-38-ci illər arasında görürsən ki, bəli, orada o kədər, məğlubiyyət və zəfər bərabər qarışıb bir kimlik inşası, ədəbiyyat sifarişi və bunun arxasında da əslində bir yenə də o Hegelin fikrinə qayıdıran dövlət var. Yəni institusional olaraq bir siyasi olaraq, iqtisadi olaraq, hərbi olaraq oturuşmuş bir dövlət olmadan ədəbiyyatın formalaşması, tarix yazımının formalaşması da mümkün deyil ki, bir kimliyin davamlılığını təmin eləsin. Yəni o baxımdan Tolstoydan qeyd etdiniz, məsəl üçün o həmin əsərdəki qeyd etdiniz, uzun müddət sonra yazılıbdır. Yəni biz çünki Azərbaycanın qazandığı zəfər, konkret olaraq biz əgər bu hadisədən danışırıqsa, məsəl üçün Şuşaya qayıdışımız Azərbaycanın çünki Karl Schmitt'in dediyi kimi xalqın öz yaşadığı torpaqda siyasi hakimiyyətini bərpa etməsi deməkdir. Bu sadəcə 35 ildən sonra qayıtmaq demək deyil. Yəni prezidentin Qarabağ Universitetinin açılışındakı məşhur bir nitqi var idi ki, 19-cu əsrdəki 3 müqavilədən danışırdı. Kürəkçay, Gülüstan və Türkmənçay. O müqavilə mətnlərini oxuyanlar dərhal beynində canlanacaq ki, əslində o bir diz çökməyin əslində şeyidir, nədir? Xüsusilə Kürəkçay və s. və ilə axır. Və biz əslində 2 əsrdən sonra Şuşaya qayıtmışıq. Çünki Cümhuriyyətin 2 əsr, 2 illik qısa fasiləsini ki, hansı ki Bakıdan ətrafa yayılıb bir siyasi hakimiyyət qura bilməmişdi tamamilə. 2 əsrdən sonra əslində qayıdış və bunun ədəbiyyatda təzahürü də məncə ilk biz deyək ki, kritik mərhələni indi adlayırıq 5-ci il. Yəni ki, 5 illik deyək ki, önəmli bir mərhələni və məncə o əsərləri görəcəyik və ədəbiyyatsız bu kimliyin deyək ki, insanların, vətəndaşların zehnində formalaşması gözləmək o qədər də asan deyil. Çünki ədəbiyyat olmadan bu olmaz yəni. Yəni məşhur türkiyəli tarixçi İlber Ortaylı'nın bir sözünü xatırlayıram. Deyir ki, bir adam çox yaxşı həkim ola bilər, amma ədəbiyyat oxumayıbsa, roman oxumayıbsa, xəstənin deyək ölüm diaqnozu qoyacağı xəstəyə ona elə deyəcək ki, elə oradaca öləcək məsəl üçün. Bəlkə halbuki adam yaşaya da bilər və s. Yəni ədəbiyyat insanı danışmağa, ünsiyyət və kimlik də bu Renan'ın dediyi kimi plebisitdir də. Yəni hər gün deyək ki, eyni şeyin təkrar olunması. Məsəl üçün hər gün deyək ki, o dövlətin bayrağını görürsən, o dildə danışırsan və bir anlamda bunlara inteqrasiya olursan və onun bir parçası olursan. Burada da məncə ədəbiyyat və ədəbiyyatçılar mühüm bir məsələdir. Bayaqlar Nizat bəylə söhbət eləyəndə ki, mən dedim, müstəmləkəçilik mane oldu ki, biz 31 mart faciələrinin milli kimliyin bir faktoruna çevrilməlidir. Əslində onlar onu emosional yaddaşdan məhrum elədilər. Yəni o hadisələrin Azərbaycanın emosional yaddaş hadisəsinə çevrilməsinin qarşısını aldılar. Ona görə də xalqın milli kimliyində o faciənin elə bir belə deyək, izi qalmadı bir o qədər də. Yalnız akademik araşdırmalarda biz oxuyurduq ki, belə bir qırğılar törədilib Bakıda. Orxan bəy, mən sizlə 2 gün, 3 gün bundan əvvəl biz yazışanda bizim daha az saytında bir müsahibə çap olmuşdu. Multikulturalizm Mərkəzinin əməkdaşları Mahir Bəyginin tərcümələri sayəsində o
sonra məlum oldu ki, o professorla sizin də bir münasibətiniz var. Ben Tarık Mudit. Onun müsahibəsində belə İngiltərədəki bu gün müzakirə olunan milli kimlik məsələlərinə toxunmuşdu. O çox maraqlı orada bir söz demişdi ki, mən onu neçə gündür beynimdə fikirləşirəm, onu təsəvvür edeyim ki, bu nə deməkdir? Multikultural millətçilik. Yəni demək istəyirdi ki, İngiltərə bu mövzu ilə maraqlanan insanlar, akademik heyət multikultural millətçilik deyə bir anlayış haqqında düşünürlər. Yəni bizim indiyə qədər tanıdığımız, bildiyimiz kimliklər artıq bəlkə də onun içində əridilmiş bir formada və bu biraz da ziddiyyətli ifadələrdir. Yəni multikultural, çox mədəniyyətlilik, çox həqiqətlilik, bir də milliyyətçilik ikisini birləşdirib bir-birinə bir kimlik modeli düzəldirlər. Bunu sizlə dost münasibətlər olduğuna görə istəyirəm suala cavaba siz başlayasınız. Sonra Nicat müəllim. Bəli, Professor Tarık Mudit Türkiyədə oxuyarkən kəşf eləmişdim. Məlum, mən də dissertasiyamı millətşünaslıq çərçivəsində yazmışdım və o çərçivədə ingilis dilində dünyada tanınan adamlar və oxumaqla bərabər onların eyni zamanda e-mail vasitəsindən əlaqə qurmağa çalışırdım və oradakı akademik kültür də buna uyğun olduğu üçün biz bəzən e-mail vasitəsilə WhatsApp kimi yazışırdıq, yəni Professor Muditlə. Onun ümumiyyətlə 90-cı illərdən etibarən yazdığı deyək ki, məşhur kitab da var, İngilis olmaq asandırmı, məsəl üçün. Hətta mən Xəzər Universitetində biz 2023-cü ildə səhv etmirəmsə onunla onlayn bir konferans eləmişdik. Orada mən soruşmuşdum, yəni ki, necə indi İngilis olmaq asandırmı sizin üçün və s. O multikultural millətçilik nəzəriyyəsinin əsas hipotezisi bundan ibarətdir ki, əslində o bilirsiniz də İngilislər böyük bir imperiya və onun içərisində kifayət qədər müsəlman bir kütlə və oradan böyük Birləşmiş Krallıqda Pakistandan və Hindistandan və s. olan kifayət qədər müsəlmanlar var. Əslində Tarık Mudit və orada Parek də var, məsəl üçün məşhur İngilis yenə müsəlman deyək ki, uzaq şərqdən olan Hindistan alt qitəsindən olan onlar əslində o İngilis milli kimliyi içərisində özlərinə yer axtarırlar. Bu nəzəriyyənin mahiyyəti və hipotezisi ondan ibarətdir. Məsəl üçün o məqalənin yəni bu İngilisin özü üçün düşünülmüş model deyil. O özündə yer axtarır. Çünki nə demək istəyirəm? Məqalənin bir yerində deyir ki, məsəl üçün, çünki çox əslində orada məncə çox mühüm bir məsələdir. İnsanlar çünki bəzən bunu səhv başa düşürlər. Deyir ki, o multikultural, çünki qrup kimliyini müdafiə edir də, deyək ki, o azlıq olan minority qrupunun üzvü olan hansı ki multikultural millətçiliklə o ana kimliyin parçası olacaq. Deyir ki, əvvəlcə o çoxluğun majority'nin üstünlüyünü tanımalıdır. İngiliscə bir ifadə işlədir, zero sum game, yəni nəticəsiz bir çoxluqla, yəni nəticəsiz bir oyuna getməməlidir ki, bu nəticəsi şey olmalıdır. Və əlavə edir, məsəl üçün bir ingilis deyək ki, orta məktəblərdə din təhsilinin verilməsini istəməyiblər, çünki o xristiandır və s. amma müsəlman kimi yaradıla bilər. Sonra orada əlavə bir təklif var. Məsələn, bilirsiniz, Birləşmiş Krallıqda taxt dəyişikliyi prosesində Anglikan kilsəsinin nümayəndələri 26 deyək ki, nümayəndəsi iştirak edir. O təklif edir ki, həmin məqalədə və ümumiyyətlə onun nəzəriyyəsindən ibarətdir ki, buna etirazımız yoxdur. Yəni etiraz da olmamalıdır, çünki bu çoxluq kilsənin deyək ki, nümayəndəsidir. Amma bununla bərabər digər dini qrupların da bir nümayəndəsinin orada olmasına icazə vermək lazımdır ki, onlar da deyək ki, tam təşəkküllü, bərabər hüquqlu bir deyək ki, İngilis kimliyinin parçası olsunlar. Yəni əslində o multikultural deyək ki, o nəzəriyyədə bir baxıma Azərbaycan deyək ki, multikultural siyasətinin şeyində orada bir oxşarlıq tapırıq. Çünki Azərbaycan deyək ki, multikultural siyasətin olan şey nədir? Azərbaycançılığa xidmət etmək. Yəni bu da əslində deyir ki, mən British, yəni İngilis olmağa etiraz etmirəm. Sadəcə mən də deyək ki, çox simvolik olaraq desək, o taxt dəyişikliyi prosesində mən də deyək ki, o mənim deyək ki, müsəlmanım, mənim icmanımın din adamı da orada iştirak etsin ki, səhv etməmsə artıq o mümkün ediblər o halda. Yəni o Tarık Mudit'in əsas şeyin nəzəriyyəsi bundan ibarət. Orada onlar özlərinə o İngilis kimliyi içərisində bir yer deyək ki, yaratmağa çalışırlar. Çünki milli kimlik aydın məsələdir, modern bir məsələ, o sekulyar bir kimlik və Qərb dünyasında da ingilis dilli xüsusilə akademik çevrələrdə də kifayət qədər müzakirə doğuran deyək ki, bir nəzəriyyə olmuşdur. Amma dediyim kimi, əsas məsələ orada o ana kimliyi inkar etmir. Əksinə azlıq qrupun birinci olaraq deyək ki, çoxluğun üstünlüyünü qəbul edərək prosesə başlamalı olduğunu söyləyir ki, o proses başlasın, inteqrasiya prosesi başlasın.
Nicat bəy, mən indi o multikultural millətçilik sözün anlamaqdan ötürü yadıma nəyi saldım? Yadıma onu saldım ki, bu Avropada çox mədəniyyətlilik mövzusu müzakirə olunanda təxminən belə bir variant təklif olunmuşdu ki, çox mədəniyyətlilik o mərkəzdə bir belə deyək, bayaq dediyimiz kimi bir mərkəzi bir milli kimlik dayanır və o yerdə qalan mədəniyyətlər onun peykiləri olurlar. Onun ətrafında təmərküzləşirlər də belədir. Bu multikultural milliyyətçilik elə bu İngilis mərkəzində İngilis milli kimliyi olan və digərlərinin onun ətrafında peyk şəklində belə deyək, dövr elədiyi bir milliyyətçilik modeli deyil. Valla mənim zənnimcə belə fikirləşirəm ki, həm sizin dediyiniz, həm də Orxan müəllim dedikləri tamamilə doğrudur. Mənim anlamıma görə bu sadəcə olaraq o postmodernistlər demişəm, bir lingvistik konstruksiyadır. Adamlar hardasa özlərinə bir yer tutmaq istəyirlər və onu nə cürsə belə yozmaq istəyirlər müxtəlif adlar altında və ona nə cür belə bir bəzəkli bir söz axtarmaq istəyiblər, o cür ortaya qoyublar. Və kökünə baxanda mən Tarık Modudla Multikulturalizm Panatseya yoxsa alternativ kitabını yazanda tanış olmuşdum. Yadıma gəlir ki, kifayət qədər də oxumuşdum. İdeya olaraq dedikləri məsələlərin bir çoxu klassik millətçilik, multikulturalizm nəzəriyyələrinin içərisində var. Sadəcə onları harasındansa nəyisə götürüb onu öz hazırki belə də status quo-ya nə cürsə uyğunlaşdırıb və orada özlərinə yer tutmaq. O multikulturalizmin ən vacib məsələsi akkomodasiya deyirik də. Yəni biz hansısa qrupu o ümumi qrupun içərisində, ümumi kimliyin içərisində necə yerləşdirəcəyik, ona necə yer verəcəyik məsələsi ən vacib məsələdir multikulturalizmin. Yeganə siyasi məsələsi budur. Bunlar da həmin o akkomodasiya məsələsini, o yerləşdirmək məsələsini, o hansısa bir qrupu sizin dediyiniz kimi dominant qrupun içərisində yerləşdirməkdir. Ona nə cürsə bəzəkli söz axtarıb tapmaqdır, lingvistik konstruksiyadır, başqa bir şeydir. Yəni mənim anladığım mənası budur. Məsəl üçün mən də tamamilə razıyam. Məsəl üçün bu multikultural nəzəriyyənin deyək ki, qurucularından birisi Will Kimlickadır. Məsəl üçün Kanadalı fəlsəfə professoru. O deyək ki, daha çox məsəl üçün Tarık Modud onunla razı deyil. Niyə? Çünki o daha liberal ənənəni deyək ki, təmsil edir və liberal ənənəni də bilirsiniz, bütün həyatı, iqtisadi, siyasi varlığı fərd üzərindən qurur. Qrup kimliyini ignor edir və beləliklə deyək ki, orada ona artıq fərq etmir. Bir Pakistan kökənli deyək ki, bir müsəlman qrupu orada var olacaq, olmayacaq. O fərdlərə baxır. Məsəl üçün deyək ki, fərd deyək ki, məsəl üçün Pakistan əsərli Hindistanın meri, məsəl üçün Londonun meri məsəl üçün. Ona baxır ki, bəli, o ora gəlib çıxıbsa, bəli, artıq o deyək ki, o kimliyin parçasıdır. Yəni Tarık Modud ona görə həmin etiraz edir ki, yox. Yəni çünki arada Nicat müəllim dediyi kimi, bəli, özünə bir status axtarır əslində o kimlik içərisində. Təmiz məsələ mahiyyəti bundan ibarətdir bir baxma. Ben belki anlayamamış, kaçırmış olabilirim bazı noktaları. Çünkü hocalarım bazen çok hızlı konuşuyordu. Çok kültürcülük, multiculturalizm aslında pozitif bir durum gibi yansıtıldı. Ya da pozitif tarafları da var ama mesela Homi Bhabha diye bir düşünür var. Onun bir çalışması var. O postkolonyalizmle alakalı çalışıyor ve melezlik, taklit gibi kavramları ele alıyor. Mesela İngilizleşebilirler Hintliler ama tam anlamıyla İngilizleşemezler. Bu bağlamda aslında iki tarafın da kültürü etkileniyor. Sadece İngilizlerin değil, sadece Hintlilerin de değil, iki tarafın da kültürü etkileniyor. Siz ne düşünüyorsunuz bu noktada? Yani negatif olarak ne gibi dezavantajları var? Yani legal olarak baktığımız zaman cebində İngiliz pasportu varsa İngiliz, çünkü gömrükten keçərkən mən İngilisəm deyə keçir. Yəni çünki onun o kimliyin üstünlüyü var, avantajı var və s. Amma təbii ki, ana kimliyin parçasına inteqrasiya olmaya çalışan bir azlıq qrupunun nümayəndəsi kimi əlbəttə ki, tamamilə deyək ki, o çünki İngilis kimliyi necə formalaşıbdı? 16, 17, 18-ci əsr məsələn çox bəsit 1688-ci il şanlı inqilab deyək ki. İngilis kimliyinin formalaşmasının başlanmış mərhələsi və yaxud da Daran Öcamoğlu yazır ki, Nations Fail-dəki 1583-cü il o İngilis inqilabının beləliklə o modern İngilis varlığının formalaşmasının turning point-dir, dönüş nöqtəsidir. Və Pakistanlı orada yox idi əslində. Yəni Pakistanlı orada deyək ki, məsəl üçün 21-ci əsrdə ya da 20-ci əsrdə sonlarında qoşulmağa başlayıbdı. Bunun belə dezavantajı olub, amma hər halda
Bu da onların nöqteyi nəzərindən, eğer Tarık Müdünün və perspektifindən baxarsaq qaçılmaz. Çünki orada yaşamaq üçün özünə bir kimlik axtarmalıdır və Nicat müəllim dediyi kimi bir status özündə formalaşmalıdır ki, bir ad qoymalıdır. İngilis millətçi deyə bilmirəm, multikultural millətçilik və onun çərçivəsində o da özünü ingilis kimliyinə inteqrasiya etmək olur. Yəni kral taxtı dəyişərkən o da həmin o adla orada özünə yer tapır. Beləliklə oradan sosial olaraq, iqtisadi olaraq, hüquqi olaraq və s. bir status, imkan qazanmış olur. Yəni məsələnin mahiyyəti bundan ibarət. Aslında iki tarafın da kimliğinde bir bozulma da söz konusu oluyor, öyle değil mi? Təbii ki. Yani Tabii. Hint Çünki kimliğinde bir takım eğer bozulmalar köç söz konusu gəlirsə, oluyor. köç məsəl üçün Türkiyədə bugün köç gəldi, deyək ki 10 milyon deyirlər, 5 milyon və s. Atatürk'ün qurduğu Türk milli kimliyini davam etdirmək siyasi olaraq da, hüquqi olaraq da, demoqrafik olaraq da mümkün deyil. Oradan yenidən bir reestablish eləmək lazımdır. Və bu qaçılmaz olacaq ki, proses də ona gedir. Çox təşəkkür edirəm. Orxan bəy, mənim sualım sizə olacaq və Nicat bəy, sizə də sualım var. Sizə sualım bu qloballaşma, miqrasiyaların çoxluğu, qaçqın böhranı şəraitində milli kimliyin yaxın 10-20 ildəki perspektivi ilə bağlı çox radikal dəyişikliklər gözlənilirmi bu məfhumla bağlı sizcə? Məncə Trump'ın and içmə mərasimindəki arxasındakı görüntüdən artıq dəyişmişdi. Nicat müəllimin çox məncə əla bir yazısı var onunla bağlı. Texnofeodal məsələlər bu bağlı. Çünki deyək ki, modern milli kimlik insanın fərdin hərəkət qabiliyyətinin olmadığı, hüquqi olaraq, iqtisadi olaraq, siyasi olaraq olmadığı feodal mərhələdən modern mərhələyə və fərd üzərindən qurulmuşdur. Çünki John Locke'un kitabına məşhur o liberalizmin İncili dediyimiz kitabındakı hökumət haqqında traktatında ən çox istifadə edilən məsələlərdən birisi budur. Yəni fərd bütün hər şeyi onun üzərində qurur. Amma Trump'ın and içmə mərasimindəki deyək ki, simvolik olaraq çıxır. Çünki artıq o fərd yoxdur. Beləliklə o fərd yoxdursa, o zaman o klassik milli kimliyin də varlığından danışmaq müşkül. Amma bu o demək deyil ki, həyat bitdi, insan bitdi. Xeyr. Çünki insanlıq tarixində Türkiyədə bir fəlsəfə tarixinin tarixçisinin mühazirəsində xatırlayıram, bir dəfə birisi həyəcan təbili çalaraq sual verdi ki, bəs iqlim dəyişir, dünya dağılır falan. O da deyir ki, dinlədi sakitcə dedi ki, ola bilər insanlar tarixən boyu uzalır, ömrü gödəlir, qısalır, uzanır və s. Amma bir şəkildə sonra yola düzəlib davam edir də biraz belə. İndi o baxımdan yenə də öz axarına düşüb davam edəcək. Sadəcə o klassik bizim deyək ki, Əli Beyçənzədənin yazdığı deyək ki, o dövrün kimliyi yoxdur yəni. Çünki fərq yoxdur. Təşəkkür edirəm. Nicat bəy, sizə sualım milli kimlik, mədəni kimlik, etnik kimlik və lingvistik kimliklə birlikdə biz onu qəbul edib başa düşməliyik, yoxsa ayrıdır? Milli kimliklə lingvistik, etnik, mədəni kimlik arasındakı bağlantı istəyirəm danışırsınız. Bunların sözsüz ki, üst-üstə düşən tərəfləri də var, fərqli tərəfləri də var. Adətən əgər biz hər hansı bir toplumun kimlik eləyəsindən danışırıqsa, onun içərisində yəni istənilən bir toplumun bu və ya digər halda yəqin ki, söhbət daha çox siyasi toplumlardan gedir. Siyasi toplumun həm milli kimliyi var, həmin milli kimliyi eyni zamanda öz-özlüyündə mədəni kimliyi ehtiva eləyir. Onun içərisində sözsüz ki, lingvistik elementləri var, o lingvistik kimliyi ehtiva eləyir. Yəni bunlar Euler dairələri ilə göstərəndə bir-biri ilə bəzən kəsişən, bəzən ayrı qalan, amma ümumilikdə bir-birinin komponenti olan sözsüz ki, məsələlərdir. Amma sözsüz ki, kənara çıxan məsələlər də mütləq olaraq mövcuddur, var. Hocam size bir soru yöneltti de etnik kimliğin faydalılığı bakımından bir analiz yaptınız. Orada anlayamadığım bir nokta oldu. Etnik kimlikle vatandaşlık kimliği baş başa mı gidiyor yoksa vatandaşlık kimliğinin altında mı etnik kimlik gidiyor? Bir de hocam biz genelde hep analizlerimizi yaparken modernist bağlamda analiz yapıyoruz. Azerbaycan'ın politikalarını, ulus inşa sürecini hep modernist yaklaşım bağlamında analiz yapıyoruz. Ama siz konuşmanızın başında dediniz, 3 yanaşmayı da görebiliyoruz dediniz. Bu özellikle 2. Cumhuriyet döneminde resmi bağlamda, Ebu Fezeliç Bey dönemini sormuyorum, 1993'ten sonra bu etnosembolist bağlamda hangi dönemi ve nasıl resmi olarak açıklayabiliriz? Tamam, təşəkkür edirəm. Bu sualınız çox maraqlı sualdır. Mənə elə gəlir ki, bu daha çox kontekstə bağlı olan məsələdir. Məsələn, xüsusilə Azərbaycan kontekstinə bağlı olan məsələni deyim sizə. Söhbət nədən gedir? Biz bugün Azərbaycan siyasi təsisatı, institutu, dövləti içərisində danışırıqsa, sözsüz ki, bizim daha çox toplumsal olaraq kimliyimizin üst hissəsini, belə deyək də, tavan hissəsini daha çox yəqin ki, vətəndaşlıq kimliyi təşkil edəcək. Amma məsələ burasındadır ki, bayaq Akşin müəllim də çox doğru qeyd elədiyi bir məsələ var.
Yəni biz bir parçalanmış, bölünmüş vətənin bir hissəsiyik. Ona görə bizim kimliyimizi tamamilə bir vətəndaş kimliyinə sığışdırmaq öz-özlüyündə də çox da doğru yol deyil. Mənə elə gəlir ki, bəlkə bu efirə getməyəcək, bəlkə bu montaj olunacaq, amma mənə elə gəlir ki, cənab prezidentin burada dediyi ən vacib məsələlərdən biri etnik kimliyin vətəndaşlıq kimliyi ilə paralel olmasında ən vacib tərəflərindən biri ondan ibarət ki, biz başa düşürük ki, biz böyük bir vətənin, Azərbaycanın balaca bir hissəsiyik. Ona görə bizim etnik kimliyimiz daha çox öndə dayanır. Çünki bizim bir cənubda qardaşlarımız var, vətən sərhədlərindən kənarda qardaşlarımız var. Hansılar ki, onlar bizə daha çox etnik bu an üçün ən azı etnik cəhətdən birdilər. Biz böyük bizim bir hissəsidirlər. Və hələ ki vətəndaş olaraq, yəni biz bir yerdə deyilik. Biz sadəcə vətəndaşlığı bu gün üçün ən zirvəyə qoyub digər məsələləri kənara qoysaq, yəni hər şeyi vətəndaşlığın altında yerləşdirsək, o halda kimlərisə kənarda, bizdən olan kimlərisə kənarda saxlamış olur. Ona görə də bu halda kimlik hiyerarxiyasının qurulması həmişə kontekstdə və yaxud da tarixi keçilmiş yola, tarixin bugününə, nə bilim mən, siyasi proseslərə bağlı olan məsələlərdən biridir. Bu gün üçün bu bizim üçün ən azı vacib olan məsələlərdən biri etnik kimliyin ən azı vətəndaşlıq kimliyi ilə paralel sürdürülməsidir. Azərbaycanda milli kimlik tədqiqatları və ümumiyyətlə milli kimlik anlayışı Ermənistan kimi dinin hakim olub siyasətin onun ətrafında formalaşmadığı üçün primordial yanaşmanı bir qəbul etmir. Şübhəsiz adamlar tapa bilərsiniz ki, onu müdafiə etsinlər, amma kurumsal olaraq belə bir şey yoxdur. Əsasən modernist və etnik simvol çərçivəsində araşdırmalar gedir, amma Azərbaycan milli kimliyi daha çox bu elmi ədəbiyyatda, milliyyətşünaslıqda fransız modeli deyilən milli kimlik çərçivəsində formalaşıb. İstər 1-ci Cümhuriyyət dövründə, istərsə döyük müstəqilliyin bərpasından sonra. Yəni bütün etnik və dini qrupların ana kimliyin lehinə assimilyasiya olunması və yaxud da ona inteqrasiya olunması deməkdir. Bu çərçivədə formalaşıbdır. Türk dünyasında oturaq mədəniyyəti təmsil edən 3 deyək ki, ana şey var. Şəhər üzərindən desək, Səmərqənd, Təbriz ya da Bakı birləşdirək, bir də İstanbul. Əslində Bakı Təbrizlə o kültür birliyini və ya bir şəkildə məsələ sadəcə fiziki birlikdən də söhbət getmir. O kültür birliyini qurmadan deyək ki, o şeyi təmsil etmək də biraz əksik qalmış olacaq ki, məsəl üçün Qazaxlar onu təmsil edə bilməz. Azərbaycan kimi o deyək ki, background keçmişi yoxdur, yəni orta əsrlərdən qalan və 3 dənə əsas oturaq o kültürü təmsil edən şey var. Məsəl üçün Qazaxstandakı deyək ki, Etnosporun açılış mərasiminə baxın, daha çox köçəri deyək ki, zehnin təzahürüdür. Amma Azərbaycanda, Özbəkistanda, Türkiyədəki deyək ki, oxşar bir fəaliyyətə açılışına baxın, o oturaq zehni təmsil edən bir yanaşma. O baxımdan o Nicət müəllim dediyi o digərləri isə o son dərəcə həlledici məsələdir və o prezidentin dediyi ana kimliyin bir parçasıdır əslində ki, o da düşünülməsi gerəkən bir məsələdir. Dostlar, demək biz milli kimlik məsələsinə toxunduq, bəzi məqamları müzakirə elədik və mən düşünürəm ki, kifayət qədər ciddi bir məsələlərə toxunduq. Milli kimlik anlayışının dünyadakı və Azərbaycandakı təzahür formalarına türklər demiş değindik. Və bizi izləyənlər də yəqin ki, öz kompüterlərin arxasında, ekranların arxasında bu mövzunu özləri üçün davam elətdirəcəklər. Bizim işimizin adı elə bundan ibarət. İnsanların fikrində bir beyin fırtınası yaratmaq, bir düşüncə belə təlatümü yaratmaq. Onu yarada bildiksə özümüzü çox xoşbəxt hiss edirik və gələn mövzularda görüşənədək sizinlə vidalaşırıq. Sağ olun.